Dünyada qəribə yer adları çoxdur. Bunlardan ən maraqlarından biri isə Amerika Birləşmiş Ştatlarında yerləşən No Name adlanan bölgədir. Yəqin ki, tərcüməsini çoxunuz başa düşdünüz. Ad yoxdur mənasına gəlir. Bu ərazi Amerika Birləşmiş Ştatlarının Colorado ştatında Glenwood Canyon adlanan bölgədə yerləşir. Bu ad insana zarafat kimi gəlsə də, bu ad rəsmi olaraq xəritədə qeyd olunmuşdur. Rəvayətlərə görə 20-ci əsrin 60-cı illərində bir qrup mühəndis avtomobil yol çəkməyə gələrkən bu ərazinin adının olmadığını görüb xəritəyə No Name olaraq qeyd etmişlər. Daha sonra isə rəvayətlərə görə deyilir ki, bu əraziyə ad qoymaq unudulub və yaxud insanlar tərəfindən mənimsənildiyi üçün bu ad olduğu kimi qalır. Hal-hazırda bu ərazi önəmli bir turistik məntəqələrdən biri hesab olunur və turistlər sırf bu adının önündə şəkil çəkdirmək üçün bu əraziyə səfər edirlər. Növbəti məntəqəmiz isə dünyanın ən uzun yer adıdır. Ekranda gördüyünüz bu adı oxunulması mümkün olmayan yer adı dünyanın ən uzun yer adıdır. Bu gördüyünüz yer adı Yeni Zelandiyanın şimal adasında yerləşən bir təpəyə verilmiş addır. Bu ad Maori dilindədir və tərcüməsi belədir. Tütək çalan, səyahət edən, torpaqları gəzib fəth edən və böyük dizləri olan Tamatea adlı döyüşçünün dağda dayandığı və dinləndiyi yer. Bu ərazi bir təpə hesab olunur və yerli əhali bu adı qısacası Taumata olaraq adlandırırlar. Çünki bu adın oxunulması, bir nəfəslə oxunulması qeyri-mümkündür. Bu söz 85 hərfdən ibarətdir və dünyanın ən uzun coğrafi adı hesab olunur. Bu gün bu yer adı Yeni Zelandiyada turistlərin marağını cəlb edən nöqtələrdən biri hesab olunur.